Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Artıq bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçim prosesi davam edir və bu proses avqust ayının 19-nadək davam edəcək. Videomuza keçdirməzdən əvvəl hər birinizdən xahişimiz odur ki, videolarımızın anında xəbərdar olmağınız üçün, eləcə də yeni videolarımızın ardının gəlməsi üçün zəhmət olmasa kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz. Eləcə də videoların aşağısında şərh bölməsində ixtisas seçim prosesi ilə bağlı nə sualınız varsa ünvanlaya bilərsiniz. Və qeyd edək ki, kanalımıza abunə olan abituriyentlərin sualları ətraflı şəkildə cavablandırılacaqdır. Bu videomuzun əsas mövzusu ondan ibarətdir ki, ixtisas seçim prosesində siz nələrə diqqət etməlisiniz, hansı ixtisas qrupunda statistik vəziyyət nə yerdədir, hansı bal aralığında toplanmış abituriyentlər daha diqqətli olmalıdır və seçimini necə etməlidir. Və bacardığımız qədər bu videoda çox uzun olmasını istəmirəm videonun, ancaq 5 qrupun 5-indən də müəyyən qədər statistikaya nəzər yetirməyə çalışacağım. Elə isə gəlin prosesə başlayaq. Ancaq qeyd edək ki, sizlər də ixtisas seçimi üçün ən əsas düzgün və peşəkar ixtisas seçimi üçün 070 742 28 08 WhatsApp nömrəmizə yazmaqla ixtisas seçiminə qeydiyyatdan keçə bilərsiniz. Növbəniz üzrə sizə konsultasiya vaxtı ayrılacaq və həmin konsultasiya vaxtında sizin ixtisas seçim və kodlaşdırma prosesiniz icra ediləcək. Əlbəttə ki, sizin topladığınız bala və maraqlarınıza, gələcək perspektivli ixtisasların seçilməsi nəzərə alınmaqla. Eləcə də siz bu videomuzda adı çəkilən bütün jurnalların PDF-lərini 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla da əldə edə bilərsiniz. Hər birinizə ixtisas seçim prosesində uğurlar arzu edirik. Arzumuz odur ki, bütün abituriyentlər ədalətli şəkildə seçim edərək tələbə adını qazanarlar və arzuladıqları ixtisaslara qəbul olarlar. İndi isə gəlin ilk olaraq birinci ixtisas qrupuna nəzər yetirək. Bildiyiniz kimi birinci ixtisas qrupunda iki alt qrup var. RK alt qrupu və RI alt qrupu. Bu qruplar bir-birindən nə ilə fərqlənir? Belədir, kimlər ki RK alt qrupunu seçib və aşağı bal toplayıb, həmin abituriyentlərin şansı daha çoxdur. Nə üçün deyəcəksiniz? Çünki müsabiqə şərti RK və RI alt qrupunda bir qədər bir-birindən fərqlidir. İndi deyəcəm necə. Deməli, RK alt qrupunda siz blok imtahanında, yəni qəbul imtahanının ikinci mərhələsində, yəni buraxılış imtahanı birinci mərhələsində, blok imtahanı ikinci mərhələdir. RK alt qrupunu seçmişsinizsə, yəni riyaziyyat, kimya yönümlü ixtisaslar qrupunu seçmişsinizsə, siz blok imtahanında müsabiqədə iştirak etmək üçün minimal şəkildə 50 bal limitini keçməlisiniz. Yəni sizin, kimlər ki RK-dır, blok balı mütləq şəkildə 50 baldan yuxarı olmalıdır. Ümumi balı isə 150 bal plus olmalıdır ki, ixtisas seçimi prosesinə buraxılsınlar və ixtisas seçimində iştirak edə bilsinlər. Sistem onlar üçün aktiv olsun, kodları qəbul etsin. RI alt qrupunda isə sizə belə bir şərt qoyulur ki, siz blok imtahanından mütləq şəkildə kimlər ki riyaziyyat informatika, yəni RI alt qrupunu seçib, blok imtahanında minimum şəkildə 100 bal limitini keçməlisiniz. Əgər sizin balınız 100 baldan blokda aşağıdırsa, sizin ümumi balınız 200 plus olsa belə sizin qəbul şansınız olmayacaq. Niyə? Çünki müsabiqə şərti RI alt qrupu üçün blok imtahanından 100 balın keçməsi üzərində qurulub. Və ümumi balınız da 200 plus olmalıdır, əgər siz RI alt qrupunu seçibsinizsə. Və kimlər ki, belə deyək, RI alt qrupunu seçib, keçid balı, deyək, blok imtahanında 100-dən aşağıdır, ancaq buraxılış balı, deyək, 200 civarındadır. O abituriyentlər isə yenə də tələbə adını qazana bilərlər. Bəs necə? 5-ci qrupda, birazdan qeyd edəcəm onu da, 5-ci qrupda bəzi ixtisaslar vardır ki, onlar qabiliyyət tələb etmir və onların balı, bilirsiniz ki, 5-ci qrupda ixtisas seçim prosesi məhz buraxılış imtahanının nəticəsinə əsaslanır. Və 5-ci qrupda olan bir sıra ixtisaslar var ki, onlar buraxılış imtahanına əsasən, belə deyək, heç bir qabiliyyət imtahanı tələb etmədən siz həmin ixtisasları seçə bilərsiniz. Hansı ki, o ixtisaslar üzrə deyək, ballar universitetlər üzrə 150 baldan yuxarı olaraq paylanır. Yəni 150 bal toplayıbsınızsa, şansınız bir qədər aşağıdır, amma yenə də seçimdə artıq RIyə seçə bilmirsinizsə, yəni birinci qrupda RI alt qrupundasınız və seçim edə bilmirsinizsə, o zaman siz 5-ci qrupa üst tutmalısınız. Əgər buraxılış balınız 150 plusdursa, yəni 200-dürsə, şansınız daha çoxdur ki, 5-ci qrupda qabiliyyət tələb etməyən ixtisaslara qəbul olasınız.
Beləcə, eyni zamanda kimlər ki, buraxılış imtahanı bir qədər aşağıdır, məsələn, deyəcəksiniz, müəllim, bəs mənim belə deyək, buraxılış balım 100-dürsə və qabiliyyət imtahanında iştirak etmişəmsə, o zaman əlbəttə ki, orada 50 ballıq ixtisaslar belə var, hansı ki, qabiliyyət tələb edir və siz bu həm buraxılış imtahanı, həm blok imtahanında iştirak edirəmsiniz, həm də qabiliyyət imtahanı vermisiniz və məqbul sayda bir bal toplamısınız. O zaman siz 5-ci qrupda bir çox ixtisaslara müraciət edə bilərsiniz. Əlbəttə ki, hansı ixtisas qrupu üçün, daha doğrusu hansı ixtisas üçün qabiliyyət imtahanı veribsinizsə. Bu da belə. Ona görə seçim edərkən diqqətli olun. Yəni kimlər ki, ixtisas seçimini özü edəcək, yaxud mütəxəssis müəllimlərə müraciət edəcək, qeyd eləyək ki, əgər reyisinizsə ümumi balınız 200 plus, blok balınız 100 plus olmalıdır. Əgər kasınızsa ümumi balınız 150 plus, blok balınız 50 plus olmalıdır ki, siz ixtisas seçiminə buraxılasınız. Və indi gəlin bal aralıqlarına baxaq. Bu il vəziyyət necədir? Deməli, birinci qrupda 690-700 bal. Aha, burada deməli RK-ya baxırıq. RK, yəni riyaziyyat, kimya alt qrupu, yəni 150 ballıq ixtisasların olduğu qrup. Deməli, birinci qrupda RK alt qrupunda 690-700 bal toplamış abituriyent sayı respublika üzrə 4 nəfər olub ümumi. 680-690 bal toplamış abituriyent sayı 11 nəfər olub. Yəni fikir versəniz görərsiniz ki, 690-700 bal aralığında rəqabət aşağıdır. 680-690 balda rəqabət getdikcə artır, yəni 11 nəfərdir. 670-680 bal aralığında isə 26 nəfər ümumi abituriyent var ki, hansı ki bu bal aralığında bal toplayıb. Bunlardan, deməli, bu abituriyentlərdən rus bölməsi üzrə 15 nəfər var və digərləri isə Azərbaycan bölməsi. Yəni ümumi 26 nəfər abituriyent vardır ki, onlar nədir? 670-680 bal aralığında bal toplayıblar. Fikir versəniz görərsiniz ki, ballar aşağı düşdükcə rəqabət artır. Məsələn, 660-670 bal aralığında 49 nəfər var. Əlbəttə bu şəkildə artır. İndi isə gəlin biz baxaq rəqabət ən çox hansı bal aralığındadır və hansı abituriyentlər daha diqqətli olmalıdır ixtisas seçim prosesində. Deməli, rəqabət hər il olduğu kimi bu ildə 200-210 bal aralığında olan abituriyentlər arasında daha çoxdur. Ümumi 7662 abituriyent birinci qrupda RK alt qrupunda 200-210 bal aralığında bal toplayıb. Yəni bu deməkdir ki, bu qrupda, bu kateqoriyada bal toplamış abituriyentlər ixtisas seçimini mütləq şəkildə diqqətli şəkildə etməlidir. Əks təqdirdə tələbə adını qazanmayacaq, perspektivli ixtisaslarda oxuya bilməyəcək. Və siz ixtisas seçimi edərkən nəyə diqqət etməlisiniz? Əziz abituriyentlər, kimlər ki 200, 210, 210, 220, yəni baxaq bu şkala hara kimi gedir, bu təhlükə hara kimi var, ona nəzər yetirək. Baxın, deyərdim ki, elə bu 450-460 bal aralığından 200-210 bal aralığına kimi rəqabət var. İndi deyəcəksiniz, mən bu ümumidirmi? Xeyr, təbii ki, hər bal aralığında olan abituriyentlər seçimi diqqətli şəkildə etməlidir ki, qəbul olsun. İndi deyəcəm o necə olmalıdır. Deməli, bildiyiniz kimi ixtisas seçim prosesində sizin ixtisas seçməyiniz üçün 15 yer ayrılır. Sistem sizə 15 ixtisas yazmağınıza icazə verir. Yəni 1, 2, 3, 4, axırda nə oldu? 15. Deməli, siz ilk 5 sıraya balınızdan 5 uzağı 10 bal yuxarı yerlər yaza bilərsiniz. Deməli, birinci ilk 5-liyə balınızdan 5-10 bal aralığında olan ixtisasları yaza bilərsiniz ki, belə deyək, birinci dəngəni bu hissədə tutasınız. 5-10 bal. İkinci sıraya, yəni 6-cı yerdən 10-cu yerə kimi olan sırada siz balınız civarı olan ixtisasları yazmalısınız. Yəni, balınız qədər. Üçüncü sıraya, yəni 11-ci yerdən 15-ci yerə qədər olan ixtisaslara isə yazmalısınız balınızdan 5-10 bal aşağı. Aydındır, sıralama bu şəkildə olmalıdır. 5-10 bal aşağı. Aydındır necə? Çünki belə olduğu halda ballar qalxsa belə sizin üçün təhlükəsi olmayacaq. Ballar düşsə belə təhlükəsi olmayacaq. Ən azından yəni stabil qalsa balınız civarı elə yazdığınız ixtisasa qəbul olacaqsınız. Ballar qalxsa balınızdan aşağı yazdığınız ixtisasa qəbul olacaqsınız. Və ballar düşərsə də ilk sıralara yazdığınız ixtisasa qəbul olacaqsınız. Yəni seçimin bu istiqamətdə, bu ardıcılığa aparılması mühüm əhəmiyyət kəsb edir.
Yəni necə gəldi, sıralama eləməyin. Bizə abituriyentlər müraciət edirlər ki, müəllim, bəs biz özümüz seçim etməyə çalışmışıq. Siyahını göndərsək nəzər yetirə bilərsinizmi? Biz siyahıya baxırıq ki, abituriyentin topladığı bal deyək ki, 250 bal toplayıb abituriyent, fərq eləmir, yəni RK-dır yaxud R-dir. Görürük ki, yazıb birinci sıraya 500 ballıq ixtisasları. Yəni bu ancaq yer tutmaqdır. Yəni burada 500 ballıq ixtisaslara qəbul olma şansı, belə deyək, 250-300 bal, 400 bal toplamış bir abituriyentin 550-600 ballıq ixtisasa qəbul olması, yəni çox belə təsadüfi bir hal ola bilər də. Yəni bu qeyri-real bir haldır. Və bunun ehtimalı çox-çox aşağıdır. Hətta sıfırlardadır ki, abituriyent toplayıb deyək 300 bal, yazıb 550-600 ballıq ixtisası ilk sıraya. Niyə? Arzusu bu ixtisasdır. Amma onun balının o yerə düşməsi qeyri-mümkündür axı. Yəni sizə 15 yer verilib və limitli sayda yer verilib. Siz o ixtisasları yazmaqdansa, siz balınızdan 10 bal, 15 bal, uzağı 20 bal ixtisasları yazın ilk sıralara. Orta hissələrə, yəni 5, 6, 10-cu yerlərə yazın balınız civarı olan ixtisasları, hansılar ki 100% siz ballar qalxmasa, düşməsin və yaxud nəsə olmasa siz o ixtisaslara qəbul olacaqsınız və 11-ci, 15-ci yerlərə də balınızdan 5, 10, uzağı 15 bal, aşağı ballı ixtisasları yazmalısınız. Əks təqdirdə nə olacaq? Siz balınızdan yuxarı yerlər ancaq yazmısınızsa ki, mən düşərəm, xeyr, düşməyəcəksiniz. Yəni bu artıq belə deyək də, lotereya kimi bir şeydir sizin düşmə şansınız. Çünki siz balınızdan çox-çox yuxarı yerlər yazmısınız. 15 yerin heç birində siz balınıza uyğun yer yazmamısınız. Yəni bu həqiqətən də belə deyək, qeyri belə deyək, təsadüfi bir hal olacaq ki, siz qəbul olasınız. Yəni ən düzgün seçim, balansda tutma seçimi budur ki, balınızdan 5, 10, uzağı 20 bal yuxarı yer, balınız civarı, balınızdan 5, 10, 15, 20 bal aşağı yerlər yazasınız. Və biz görürük ki, 210-220 bal aralığında da kifayət qədər rəqabət var. 7605 abituriyent 210-220 bal aralığında olan ixtisaslar uğrunda mübarizə aparır. Eləcə də 310-320 bal ballar toplamış abituriyentlərin sayı da kifayət qədər çoxdur. 4858 abituriyentdir. Yəni ona görə diqqətli olun. Yəni deməyin özünüz eləyir. Özünüz eləyirsinizsə də siz mütləq şəkildə bütün jurnalları sensasiyadan keçirməlisiniz. Ətraflı araşdırma tələb edir. Təkcə bu ilin jurnallarına əsasən yox. Keçən ilin, əvvəlki illərin nəticələrinə də siz fikir verməlisiniz ki, ballarda artım necə olub? Əgər ki, özünüz edəcəksinizsə. Və siz necə seçim etməlisiniz? Hansı ixtisaslar gələcəyin ixtisasıdır? Hansı ixtisasları oxumağa dəyməz? Yəni bunları o qədər yaxşı bilməlisiniz ki, siz özünüz o seçimi edəsiniz. Aydındır necə? Bu birinci qrupda RK-da olan vəziyyət. İndi isə gəlin birinci qrupda R alt qrupunda olan vəziyyətə baxaq. Deməli, birinci qrupda, yəni riyaziyyat informatika alt qrupunda, bilirsiniz ki, bir daha təkrarlayayım, balı, ümumi bal 200 baldan yuxarı, blok balı 100-dən yuxarı olan abituriyentlər buraxılır və 690-700 bal toplamış 5 abituriyent var alt qrupu üzrə. Yəni əlbəttə ki, burada rəqabət o qədər də çox olmayacaq, çünki məlum məsələdə artıq pik həddə bir baldır. 680-690 bal aralığında toplamış abituriyentlər üçün 25 sayı 25-dir. Yəni burada da bir qədər rəqabət var o bal civarında. Amma ən çox rəqabət gəlin hansı hissələrdədir? Əlbəttə ki, orta hissələrdə və ən aşağı bal toplamış belə deyək, abituriyentlər üçündür. Yəni fikir versək görək ki, 450-460 bal toplamış abituriyent sayı 2728 nəfərdir. Və əlbəttə ballar aşağı düşdükcə bu vəziyyət daha da kritik bir hal alır. Fikir verin, burada 200-210 bal aralığında toplamış 8073 abituriyent var. Burada artıq çox ciddi şəkildə hesablanmış bir ixtisas seçimi olmalıdır. Necə onlara buraxılmamalıdır, yəni bu vəziyyət. Əks təqdirdə gələnlə qalacaqsınız. Əgər bu il siz 200-210 bal aralığı imtahan nəticəniz varsa, gələn vəziyyət necə olacaq, imtahanlar necə düşəcək? Yəni bu haqda bilmədiyiniz üçün yaxşı olar ki, əlinizdə olan bu balı yaxşı şəkildə dəyərləndirəsiniz. Yəni düzgün ixtisas seçimi edəsiniz ki, sabah kəsilməyəsiniz, gələnlə qalmayasınız. Aydındır necə?
Və eyni zamanda fikir versək, 310-320 bal aralığında toplanmış abituriyent sayı da kifayət qədər çoxdur. 6370 abituriyent var. İndi gəlin ikinci ixtisas qrupuna bir qədər nəzər yetirək. Daha sonra üçüncü ixtisas qrupuna baxacağım. Çünki üçüncü ixtisas qrupu hər il olduğu kimi bu ildə kifayət qədər rəqabətin çox olduğu qruplardandır. Bu il ümumiyyətcə demək olar çox qruplarda rəqabət hədsiz çoxdur. 5-ci qrupda ümumiyyətlə rəqabət də çox olacaq. Çünki niyə? Məlum məsələdir ki, məsələn, alt qrupunda məlum balı toplamamış abituriyentlər, 3-cü qrupda DT üzrə məlum balı toplamamış abituriyentlərin seçimi buraxılış balı əsasında 5-ci qrupu seçmək olacaq. Bu da o istiqamətdə balların qalxmasına səbəb ola bilər. Balların qalxmasına səbəb ola bilər. Yəni bu baxımdan siz mütləq şəkildə diqqətli olmalısınız, əziz abituriyentlər. Və indi gəlin ikinci ixtisas qrupunda baxaq rəqabətin ən çox olduğu bal kateqoriyalarına. Burada deməli baxsaq görərik ki, elə 350-360 bal aralığında toplanmış 3419 nəfər abituriyent var. 350 bal aralığında toplanmış 3706 abituriyent var. 330-340 aralığında toplanmış 4014 abituriyent var. Yəni bu hissədən başlayaraq rəqabət ciddi şəkildə artır. Fikir verin, 350-360 bal aralığından başlayaraq aşağıya doğru ballarda rəqabət var. Deməli, 200-210 bal aralığında toplamış 7983 abituriyent var. Yəni burada da yenə ikinci qrupda da kifayət diqqətli olmalısınız, əziz abituriyentlər. Yəni qeyd etdiyim kimi ilk sıralara, yəni 1-5-ci sıraya siz yazmalısınız. Balınızdan 5, 10, 15 bal yuxarı yerlər. Aydındır. 6-cı, 10-cu yerlərə yazmalısınız. Balınız civarı yerlər. 10-cu, 15-ci yerlərə, daha doğrusu 11-ci, 15-ci yerlərdə yazmalısınız. Balınızdan 10, 15 bal, 5 bal aşağı yerlər. Belə olduğu halda siz qarantiləmiş olursunuz qəbul nəticənizi. Gəlin üçüncü qrupa baxaq. Üçüncü qrupda da bildiyiniz kimi iki alt qrup var. TC və DT. Görək ilk olaraq hansından başlayır? DT-dən başlayır. Deməli, üçüncü qrupda da birinci qrupda olduğu kimi iki ağır vəziyyət var, alt qrup var. DT-də rəqabət daha çoxdur. DT-nin vəziyyəti bir qədər daha ağırdır. Niyə? Çünki DT-də artıq müsabiqə şərti həqiqətən ciddidir. Ümumi bal 200-dən, ikinci mərhələ blok üzrə isə bal 100-dən aşağı olmayan abituriyentlər ixtisas seçiminə buraxılır. Bu həqiqətən də üçüncü qrupun çətin olduğunu nəzərə alsaq, abituriyent sayının çox olduğunu nəzərə alsaq, rəqabətin ən çox olduğu ixtisas qrupu olduğunu nəzərə alsaq, həqiqətən də çox ciddi bir vəziyyətdir. Burada isə fikir verin rəqabətə. 520-530. Birinci, ikinci qrupda biz baxmışdıq ki, 350 bal toplayan abituriyentlərdən rəqabət güclənməyə başlayır. Burada hətta 530-540-dan deyərdim ki, 2849 nəfər 530-540 bal aralığında toplayıb və rəqabət aparır. 520-530 bal aralığında 3192 abituriyent rəqabət aparır. Hətta fikir verin, 470-480 bal 3-cü qrup üçün kifayət qədər yüksək nəticə hesab olunur deyə bilərik. Və bu balı toplamış 5310 abituriyent rəqabət aparır yerlər uğrunda. Hətta 200-210 bal aralığında rəqabət aparan 20805 abituriyent var. Yəni bu çox ciddi və çox inteqrativ bir haldır. Və ona görə də mütləq şəkildə diqqətli olmalısınız ixtisas seçimi edərkən. Ona görə biz hər videomuzda vurğulayırıq ki, mütləq şəkildə mütəxəssis dəstəyinə ehtiyacınız var. Burada güclü şəkildə analizə, statistik göstəricilərə, əvvəlki illərin jurnallarına nəzər yetirilməlidir. Vəziyyət gərgin olmaması üçün siz çalışasınız ki, balınıza uyğun, yəni o qeyd etdiyim bal aralığını mütləq şəkildə diqqət edəsiniz. Plus da üçüncü qrupların ən pis özəlliklərindən biri odur ki, 380-390 bal aralığında 9979 abituriyent mübarizə aparır və onlar birinci yerə mütləq şəkildə hüququ yazırlar. Hüquq ixtisasını yazırlar, özü deyəsi. 15 plan yeri var, daha doğrusu 15 ixtisas seçə bilərsiniz sistemdə və bunun üçünü siz yüksək ballı yerlər yazsaz, bu 3 yerin getməsi demək. Ondan sonra siz 380-390 bal toplamısınızsa, ən pis halda
Siz seçməlisiniz deyə 380 toplamısınızsa 400 ballıq yerləri və yaxud 420 ballıq yerləri ən pis halda ilk sıralara yazmalısınız. Daha sonra 380-390 bal aralığında yerlər yazmalısınız. Ondan sonra isə bundan deyək lap 20 bal çıxaq. 360-370 bal aralıqda yerlər yazmalısınız ki, sizin qəbul şansınız yüksək olsun. Aydındır? Yəni bu balansı qorumalısınız. Amma siz məsələn deyək 380-390 bal aralığında toplayıb gəlib buradan bura 600 ballıq bir ixtisasları önə yazırsınızsa, məsələn hüququ yazırsınızsa, bu artıq ciddi bir paradoksal hala çevrilmiş olur. Ona görə çalışasınız ki, diqqətli olasınız əziz abituriyentlər. Mütləq şəkildə diqqətli olmalısınız və o ardıcıllığa riayət eləməlisiniz. TC-yə baxırıq. TC tarix coğrafiyadır və burada da yenə də baxırıq ki, əlbəttə ki, 200-210 bal aralığında toplamış abituriyentlər sayı daha çoxdur. 7949 nəfər. Amma TC-nin vəziyyəti bir qədər rahatdır. Niyə? Burada regionşünaslıq ixtisasları var ki, onların balı demək olar aşağıdır və onlar onu seçə bilirlər. Amma DT-nin elə bir şansı yoxdur. DT-də ballar həqiqətən də çox yüksəkdir, plus müsabiqə şərti var. Yəni niyyətim qorxutmaq deyil, sadəcə strateji olaraq hazır olmalısınız vəziyyətə ki, bu seçimdən qalib olaraq, tələbə olaraq ayrılasınız. 4-cü ixtisas qrupuna gəlin qısaca baxaq. 4-cü ixtisas qrupunda da deməli 520-530 bal aralığını toplamış 2045 abituriyent var. Yəni bu həm yaxşı haldır, həm pis haldır. Niyə? Yaxşı halına görə ki, həqiqətən də oxuyan şagird sayı, abituriyent sayı çoxdur ki, 520-530 bal da kifayət qədər yüksək bal hesab olunur, xüsusilə texniki sahələrdə. Bu baxımdan bu qədər abituriyentin sayının çox olması yaxşıdır, amma bu rəqabəti bir tərəfdən də artırır və ixtisas seçimi zamanı diqqət tələb etdirir. Yəni siz deməyin ki, mən 520-530 bal toplamışam, necə olsa, mən nə yazsam da, bir ixtisas yazsam da qəbul olacağam. Xeyr, bu belə deyil. Yüksək şəkildə siz diqqətli olmalısınız. Qeyd etdiyim kimi analiz əsasında ixtisas seçimi etməlisiniz. Hesablanmış olmalıdır. Yəni hər şey statistikaya əsaslanmalıdır. Və deyim, niyə bu statistika jurnallarını çıxarır? Deməli, siz buna əsaslanmalısınız ixtisas seçimində. Əks təqdirdə niyə çıxarsın? Vəziyyətin gərgin olduğunu göstərməyə çalışır. 150-160 bal aralığında toplamış 5419 nəfər var. Və 5-ci qrup. 5-ci qrup. Keçən il 20500 abituriyent 5-ci qrupdan kəsilmişdi. Bu çox ciddi bir haldır. Niyə? Çünki yanlış ixtisas seçimi etmişdilər. Belə deyək. 500 bal toplamış abituriyentlər üçün yazmışdı bəzi dırnaqarası mütəxəssis müəllimlər, hansılar ki, reklamları daha çoxdur, yanlarına çox abituriyent müraciət edir, onlar da başlarından eləyir, yarım saatda necə gəldi, kollaşdırır, hamısı özəl universitetlər, hamısı balı aşağı universitetlər, halbuki abituriyentin balı 500-dür, 450, plus da ona yazıb 150-200 balıq ixtisasları. Bu nə deməkdir, başa düşürsünüz? Bu düzdür, qəbul olacaq 500-450 bal toplamış abituriyent. Amma öz kapasitesinə uyğun bir yerə qəbul olmayacaq. Aşağı ballı ixtisaslara qəbul olacaq. Bu həmçinin nə deməkdir bilirsiniz? Aşağı bal toplamış abituriyentlərin kəsilməsinə gətirib çıxaracaq. Niyə? Çünki 550 bal, 400 bal, 350 bal toplamış abituriyentlər 150-200 ballı ixtisaslar seçirsə, avtomatik 150-200 ballı ixtisasların qəbul balı artacaq və hansı ki, balı az abituriyentlər də həmin yeri yazıb, balı çox toplamış abituriyentlər də həmin yeri yazıb. Burada bir paradoks halı ilə balı çox olan abituriyentlər həmin yerə qəbul olacaq, balı aşağı olanlar çöldə qalacaq. Balı aşağı olan ixtisaslarında balı qalxacaq yuxarı və kəsilən abituriyent sayı çox olacaq. Ona görə də ciddi şəkildə ixtisas seçimi edərkən diqqət edin. Bir də onu qeyd edək ki, abituriyent 4 jurnalında da kodlar verilib, ixtisas kodları. Kimlər ki, ixtisas seçimini öz edəcək, diqqətli olsun, kodları düzgün yazsın, əks təqdirdə sistem götürməyəcək. Yanlış yazmayın. Bu videomuz bu qədər, bir qədər uzun oldu, ancaq qeyd edək ki, bu qaydalara mütləq şəkildə riayət etsəniz, qəbul balınız, daha doğrusu qəbul ehtimalınız yüksək olacaq. Videomuz bu qədər, bugünkü videomuz bu qədər. Növbəti videolarımızda görüşmək ümidi ilə hər birinizə xahişimiz olur ki, kanalımıza abunə olasınız, videolarımızı bəyənəsiniz. İxtisas seçimi ilə bağlı hər hansı sualınız varsa, videonun aşağısına şərh bölməsində bildirə bilərsiniz. Eləcə 077422818 WhatsApp nömrənizə yazmaqla həm ixtisas seçimi üçün qeydiyyatdan keçə bilərsiniz, həm də suallarınızı ünvanlaya bilərsiniz, jurnalların PDF-lərini əldə edə bilərsiniz. Buyurun, hər birinizə uğurlar, sağ olun, növbəti videolarda görüşmək ümidi ilə.